Sənətdə mükəmməllik yox, əlbəttə ki, səmimiyyət qalıcı qalır. Duyğu kədərə və sevgi hekayəyə çevriləndə, musiqi isə ruha çevriləndə ən dəyərli nemətə çevrilir ki, bu da insan ruhuna birbaşa sirayət edir. Bugün biz bütün duyğuların, onun içərisində istər musiqi olsun, istər rəsm əsər olsun, istər bədii əsər olsun, bütün bu komponentləri özündə birləşdirən bir sənətdən danışacağıq. Və bugün çox dəyərli bir insan bizim Xəzərin sahilində qonaqdır. Hər birinizin, hər vaxtınız xeyirli uğurlu olsun. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Bugün Xəzərin sahilində senarist, rejissor və çağdaş kino industriyasının simalarından biri Valeh Əhmədov bugün bizim Xəzərin sahilindədir və gənc olmasına baxmayaraq bir sıra uğurlar sahibidir və elə bir sənətdə uğur qazanmağa cəhd göstərən və buna da nail olmağı bacaran bir insandır ki, bugün hər kəsin bir daşı varsa birinci onu kinoya atır. Valeh müəllim, xoş gəlmisiniz. Xoş gördük Fəxriyə xanım. Biz üçün də çox xoşdur. Belə teleməkanda olan səliqəli, səviyyəli bir proqramda olmaq biz üçün də çox xoşdur. Təşəkkür edirəm diqqətinizə, dəvətinizə görə. Estağfurullah və bu kürsü, bu ali məkan və bu yer hər zaman sənətə, sənətkarlığa, insana, mənəviyyata dəyər verən, yaşından, mövqeyindən, sənətindən asılı olmayaraq istənilən adamlar üçün açıqdır və biz də sevə-sevə bu sənətkarları dəvət edirik və onlar haqqında, onların iç dünyası haqqında istəyirik ki, tamaşaçılarımızı tanış eləyək. Valeh müəllim, necəsiz? Şükür, bugün necəsiz? Hər gün biz hər gün yaxşıyıq, çünki sevdiyimiz işlə məşğuluq. Çünki özünüz bilirsiniz, bu sənətin belə deyək, başlama saatı var, bitmə saatı yoxdur. Yəni bu sənəti sevməsən, bu işlə məşğul ola bilməzsən. Ona görə mən dünyanın ən xoşbəxt insanlarındanam ki, sevdiyim işlə məşğulam. Bəs bu işə, yəni bu məsuliyyətli və bu çətin işə ümumiyyətlə hansı uşaqdan soruşsan nə olmaq istəyirsən? Bugün də birinci polis, müəllim və sair həkim, hətta yanğı söndürən bunu olmaq istəyirlər, amma rejissor olmaq istəmirlər. Siz necə oldu ki, rejissorluğa meyil göstərdiniz lap körpəlikdən? Başlayaq. Mən heç yerə danışmadığım, elə indi gəldi beynimə, heç yerə danışmadığım bir mövzunu danışım. Uşaqlıqda məndə belə bir xəyal var idi ki, sanki bir gün gələcək, əlimdə bir pult olacaq, mən o pultu basanda hər şey dəyişəcək də formada da. Uşaqlıqda belə bir xəyalım var idi mənim. Get-gedə, yəqin ki, bu elə uşaqlıqdan mənə bir siqnal idi. Artıq müəyyən dövrdən sonra mən artıq belə deyək, səhnələr qurmağa başladım. Səhnənin özündə, canlı səhnələr qurmağa başladım. Buna ssenarilərini yazdım və qururdum. Və bu artıq get-gedə rejissorluq, ssenaristlik həvəsini daha da artırdı məndə. Və ondan sonra artıq Türkiyədə bu praktikasını keçdim. Türkiyədə qardaşlarımızın yanında praktikanı keçdik. Artıq gəldi ölkəmizdə bunu tətbiq elədik və Allaha şükür də ki, artıq 15-ci, 16-cı mövsümdə dayanmadan seriallar, filmlər istehsal edirik. Məncə maraqlı, arzu olunacaq bir sahədir. Hər nə qədər ki, bizdə bayaq dediniz, industriya o qədər də güclü olmasa da, amma fikirləşsən ki, dəyər. İnsanlara mesaj vermək üçün və yaxud ürəyində olan bəzi hissləri ötürmək üçün, bir çox insanlarla həmfikir olduğu göstərmək üçün mənə elə gəlir ki, çox maraqlı sahədir, amma həddən artıq çətin sahədir. Çətinlik nədədir? Çətinlik, nə bilim, bütün faktorlar gəlir zaman. Misal üçün, biz indi çəkirik verilişi, gün batana qədər biz bunu çəkməliyik. Yəni, bu filmdə də belədir, serialda da belədir. Hər gün, o gün bitənə qədər orada olan səhnələri çatdırmalısan. Orada bir çox faktorlar var. Məsələn, təmir-tikinti işləri gedə bilər sən çəkdiyin yerdə. İnsanlar gecikə bilər, tıxaclar ola bilər. Amma sən var olan vaxtda, var olan materialı çəkib çatdırıb, bitirib təhvil verməlisən. Və ona görə də rejissor, misal üçün, nə edirəm, kənardan baxanda asan görsənir, amma rejissor ona verilmiş maliyyə ilə, ona verilmiş vaxt ərzində tabeliyində olan bütün əməkdaşları ilə dil tapıb, var olan məhsulu istehsal edib tamaşaçıya çatdırmalıdır.
Yəni ona görə hər kəsin orada nazı ilə oynamasan, kaprizi ilə oynamasan, yer gəndə səsini qaldırmasan, yer gəndə sakitcə söhbət eləməlisən. Yəni bütün hamısını götürdükdə, yəni əslində ingilis dilində bu sənətin adı, rejissorluq, o direktor deyirlər, yəni direktor, idarə edən, yəni idarə etməlisən. Yəni o idarə etmə də o qədər gözəl olmalıdır ki, səninlə axırda təhvil verəcəyin işə təsiri olmasın. Və Valeh bəy, sizi lap əvvəldən tanıyaq. Bugün Xəzərin sahilindəyik və bugün bir Valeh Əhmədov portretini sözlə biz çizirik və Valeh Əhmədov bugün gəldi bu məkana və ənənəmizə sadiq qalaraq bir Xəzərin sahilində gəzdiniz. Bu gərgin iş günündə, qaynar həyatda və yeri gəlmişkən siz də tıxacdaydınız və bugün gecikdiniz. O gərginlikdən sonra, o gərginlikdə biz deyirik ki, tez biz bu verilişi çəkək əziz tamaşaçılarımız. Çünki gün batanda artıq Xəzərimiz görünməyə bilir. Ona görə həmən çəkmək və o rejimi tutmaq bizim üçün çox vacib idi. Amma bu saatlarda da dənizlə söhbətin ən gözəl vaxtıdır. Məsələ budur. Siz də dənizimlə görüşdünüz, bir nəfəsə çəkdiniz onun ətrini. Valeh Əhmədov bugünkü ömrünün bax bu çağında, bu vaxtında Xəzərlə baxıb söhbət eləyəndə ən çox ona şikayət elədi, yoxsa ona təşəkkür elədi? Xəzər ümumiyyətlə Azərbaycana verilmiş, yəni Allahın böyük bir hədiyyəsidir həqiqətən. Bakımızı, Azərbaycanımızı, yəni tək Bakıda deyil, bir çox bölgələrimizdə də biz Xəzəri görürük və mən dəniz kənarına çox tez-tez gəlirəm və uzun-uzadı baxıram dənizə. Çünki yaradıcı adam mütləqdir ki, ona baxın, bura iqtisadçılar gəlir, bura bəzi iş adamları gəlir, millət vəkilləri gəlir və s. Ha, soruşuram ki, Xəzər sizin üçün nə deməkdir, deyir. Təbii resursdur, bundan neft çıxır və o neft də bizim üçün iqtisadi nöqteyi nəzərdən yaxşıdır. Başa düşürəm ki, bunun artıq söhbətin məğzi tamamilə başqadır. Amma bir rejissordan onu soruşsan, əlbəttə ki, o Xəzərin rəngini, çalarını, işığını, rəngini, o alt qatını, üst qatını mütləqdir ki, bəlli bir formada çizəcək. Bəli, elə bir əsər yadıma gəlmir ki, məndə bizim istehsal elədiyimiz orada Xəzər olmasın, yəni. Xəzər dənizini biz mütləq şəkildə salırıq. Harasına baxırsan gözəldir, yəni. Və mən dediyim kimi, zaman tapan kimi, məsəl üçün, bəzi yerlər var ki, aidiyyatı oldu, olmadı. Mən bəzən maşını birbaş sürürəm, elə Xəzərin, fərqi yoxdur, hansı sahil olursa olsun orada bir 10-15 dəqiqə o yolla getmək, orada bir musiqi dinləmək və yaxud sakit Xəzərimizə baxmaq həqiqətən mənim üçün tam fərqli bir hissdir, xoş emosiyalar ötürür mənə. Yəni bugün təşəkkür elədiniz. Bəli, mən sizə təşəkkür edirəm ki... Xəzərə. Yox, sizə təşəkkür edirəm ki, Xəzərin bu yanına da gətirdiniz məni. Bəs nə zaman şikayət edirsiniz Xəzərə? Yox, şikayətim olmur. Valeh şikayətçidir? Yox, mən şikayətçi deyiləm. Şükranlıdır. Şükranlıyam və bacardığım qədər problemi yansıtmamağa çalışıram, onu həll etməyə çalışıram. Çox vaxtı mən problem danışmıram, problemləri həll etməyə çalışıram. Amma hansı ki, əgər mən bir problemdən danışıramsa, deməli o qlobal bir problemdir. Amma belə, yəni şikayətçi deyiləm, ümumən. İdarə etməmdə də, yəni ki, mən sevgi ilə idarə etməyi daha çox xoşlayıram. Yəni adətən bizim sənət tələb eləyir qışqırmağı, bağırmağı və bu da çox normal. Həm də adətən rejissorlar qlamur formada olurlar, başlarında bir papaq, saçları uzun, əllərində fərqli ritual üzüklər və s. Bugün Valeh Əhmədov rejissor kimi bizim qarşımızda həm də öz obrazı ilə fərqlənir. Mən uşaqlıqdan ümumiyyətlə açığını desəm, ümumiyyətlə aksesuar taxmaq adətim olmuyor. Baxın, nə saat taxıram, nə üzük taxıram, nə sep taxıram. Uşaqlıqdan məndə belə bir şey yoxdur. Bilirsiniz niyə bu məqamlara toxunuram? Jestikulyar bədən dili, sənin üzərində olan kiçik bir detallar insanın iç dünyasının bəlli göstəriciləridir. Yəni biz xarici görünüşümüzlə, biz bu bədən dilimizlə qarşı tərəfə yansıdırıq ki, biz kimik. Yəni bu sizin filmlərinizdə də hiss olunur. Mən sizin bütün filmlərinizə demək olar ki, baxmışam, qala gecələrində iştirak eləmişəm və hər dəfə fikir verirəm ki, siz bax o səliqə, səhman, disiplin
dəsti xəttini o filmlərdə qoyursunuz. Bilirsiniz, bu dəqiqə çox vacibdir. İndiki xaotik bir cəmiyyətdə, indiki bir hər şeyin azad olduğu bir vaxtda, hər şeyin mümkün olduğu bir vaxtda özünü cilovlayıb saxlaya bilmək bu çox çətin məsələdir. Yəni burada istər söz, istər zarafat, istər musiqi seçimi, istər aktyor seçimi, bütün bunların hər biri arqument olaraq bu vizual görüntünü tamamlayır deyə bilərik. Bu digər rejissorlara mesaj olmasın. Amma ki, hər halda bilirsiniz, bizim mental xüsusiyyətlərimiz var, bizim qəbul etdiklərimiz və qəbul etmədiklərimiz var. Bəzi filmlər çox böyük sərmayə qoyulur, çox qlamur çəkilir, çox novator fikirlər ora qoyulur və s. Amma o öz möhürünü vura bilmir. Çünki qarşı tərəflə, sənin hədəf auditoriyanla, sənin ötürmək istədiyinlə, sənin öz potensialın düz mütənasib olmur. Biz hələ öz mental köklərimizə, öz milli dəyərlərimizə bağlı və sadiq xalqıq və ona görə də görürsünüzmü, müəyyən bir şit zarafat olanda, müəyyən bir filmlərdə hansısa bir bayağı bir məqamlar olanda həmən ona impulsiv reaksiya verilir. Sizin elə qonşu kanalda Ata Ocağı serialı artıq Santa Barbara ilə müqayisədə belə deyək ki, bir pillə geridə qalmış olur. Amma bu müasir dövrdə film sahəsində, kino sahəsində uğurdur deyə bilərik. Həm aktyor truppasının uzun müddət bir arada qalması, həm motiv olaraq kontenti düzgün seçmək, həm o gedişatların niyə bu uğur qazanır, niyə hər mövsümdə var? Çünki hər kəs özünü orada görür və tapır. Bax, bundan istərdim ki, danışaq ki, siz bax o xırda nüansları müşahidəçisiniz, tutursunuz, ilahi vergidir bu sizdə, yoxsa ki, komandanın bir araya gəlib müzakirə edilməsi zamanı verilən azadlıqdır? Bu dediklərinin hamısı önəmli faktorlardır və onlar var bu işin içində. Mən indi heç bir işimi heç vaxtı tək görməmişəm, yəni uğuru heç vaxt tək adıma yazdıra bilmərəm. Həmişə gözəl komandalarla işləmişəm. Və mənim qələm ssenarist qrupum var ki, uzun illərdir. İndi Könül xanımdır, Failə xanımdır, Türkan xanımdır, digər dostlarımızdır. Yəni Rüfət bəydir, Şahbazə xanımdır, o biri Könül xanımlardır. Yəni sayıları çoxdur bu dostlarımızın və uzun müddət biz dostlarımızla bərabər çalışmışıq və onlar da bizim eyni əqidədədirlər, eyni baxışdadırlar. Və cəmiyyətdə dediyim kimi bu kino sahəsinin izlətdirməyin bir çox metodları var, yolları var, elə səhnələr var ki, onları yazarsan, insanlar axışar, ora baxar. Amma biz mental olaraq, əqidə olaraq düşünürük ki, onlara ehtiyac yoxdur və həmişə bu komanda ilə bir yerdə. Mən, məsəl üçün, özümdən kiçik, yaşca kiçiklərdə, sənətdə də təcrübəsi az olan insanlarla da məsləhətləşməyi çox sevirəm. Yəni, hər sahədə. İstər bu rejissorluq sahəsində olsun, istər ssenaristlik sahəsində, istər prodüserlik sahəsində məsləhətləşirəm, məsləhətsiz və son qərarı verirəm, təbii ki, özüm verirəm. Amma hər addım atanda mütləq şəkildə məsləhətləşirəm. Və təbii ki, mənim, yenə dedim, hər yerdə bunu açıq şəkildə deyirəm ki, mənim uğurlarımın ən birincisində mənə yaradanım dayanır, Allahım dayanır ki, o mənə həqiqətən elə möcüzəvi qapılar açır ki, düşünün, mən sizə bir hadisə danışım ki, yəni rejissorlar həmişə belə deyək, hava proqnozu ilə işləyirlər də. Bir dəfə başımıza gələn bir hadisəni mən sizə deyim ki, o möcüzəvi bir hal idi ki, biz bir toy səhnəsi çəkməliyik, böyük bir toy səhnəsi və hava saat 11 tamamdan sonra küləyi göstərir. Və bizə dekor gətirən şirkət var, deyir ki, baxın küləkdir, biz orada dekorları qoysaq, əgər onlar qırılsa, biz maddi olaraq bunun qarşılığını sizdən istəyəcəyik hər bir şeyinə görə. Düşündük, eləməsək də bu sabahçı gün yenidən başlamaq əlavə xərcdir, əlavə məsrəfdir. Və yenə dedim, Allaha təvəkkül elədik, dedi ki, çəkməliyik. Dedim, götürürəm boynuma, problem yoxdur. Biz elə, bir dənə yuxarı səhnəmiz var, onu çəkək, düşək aşağı. Mən sizi inandırım, biz çəkdik, hətta indi 11-12 göstərir də. Saat 12-də biz başladıq qurmağa, 1-də 2-nin yarısı gecə başladıq çəkməyə. Səhər saat 5-də qutardıq çəkilişi və o əşyaları hamılıqla daşıdıq, yığdıq içəri. Ən axırıncı əşyanı yığanda bir dənə külək, bir dənə yağış başladı ki, mən sizə deyim. Yəni dedim, odur ki, bu öz-özünə olmur, heç bir
uğur, heç bir bacarıq öz-özünə olmur. Yəni bu tipli möcüzəvi hadisələr də baş verir həyatımızda. Bizim mental dəyərlərimizin ən vacibi və ən dəyərlisi və ən gözəli çay içməkdir. Bəli. Biz evimizdə, ailəmizin, əzizlərimizin ətrafında deyirik ki, bir gözəl çay dəmlə gətir oturaq. Bəli, bəli. Və çay dəmlə seriala baxaq. Və Space televiziyasında yeni bir serial artıq başlayıb və o serialın müəllifi, o serialın rejissoru Valih Əhmədovdur və mən ümid eləyirəm, əminəm ki, o da uzun müddətli bir serial olacaq və Space televiziyasına reytinq gətirəcək. Motivi nədir, kimlər oynayacaq, söhbət nədən gedir, reklamlardan sonra biləcəksiniz. Amma heç bir əsərimdə intihar hadisəsi olmayıb. Bunu mən qəsdən də həmişə diqqət edirəm ki, insan həyatı mənim üçün çox önəmli bir şeydir. 1 milyon pul olsaydı Həmidə xanım, Valih müəllim Nizami Gəncəvi haqqında gözəl bir psixoloji dram çəkərdi. Bəli, özü də Həmidə xanım özü Nizami Gəncəvi filmində çəkilib də. Vaxtilə çəkilib gənc vaxtında. Bəli, çəkilibdir. Necə üst-üstə düşdüsə söhbət. Bugün bizim studiyamızın qonağı, studiyamızda yaxt klubdur yeri gəlmişkən və bu gözəl məkan yaxt klubdur. Biz buranı artıq studiyaya çevirmişik. Hətta yaxt kluba gələn insanlar hərdən söyləyirlər ki, o hardadır? Biz də Valih müəllim artıq buranı dekorlar quraraq buranı studiya eləyirik. Və sonra təbii ki, gözəl insanların özəl günlərində bura məkan kimi sizin istifadənizə verilir. Tam da dənizin ortası, hava gözəl olanda çıxıb terasda da gözəl zaman keçirə bilərsiniz. Valih Əhmədov bugün Xəzərin sahilindədir, Space televiziyasında yeni əməkdaşlığa başlayıb. Biz də artıq buradayıq və ümid edirik yeni mövsümdə yeni uğurlarımızı təqdim eləyəcəyik tamaşaçılarımıza və ünvanımız dəyişməz olaraq qalacaq. Yeni serialınızdan danışaq. Motiv nədir? Tamaşaçıları nə gözləyir? Burada əsas demək istədiyiniz məqamlar hansı məqamlardır və siz hansı mesajı ötürmək istəyirsiniz? Serial yenə də həyatın içindən olacaq və burada bir balaca fərqli, indiyə qədər qurduğumuz ailə strukturları biraz fərqli idi, indi isə tamam fərqlidir vaxtsız sevgidə. Adını elə adı kimi olacaq, yəni bu ad mövsümün əvvəlində də özünü doğruldacaq, ortasında da və sonunda da tamaşaçılar görəcək ki, hər bir aydan bir, 2 aydan bir bu vaxtsız sevgi adına uyğun bir hadisələr baş verəcək. Siz bir mənalı şəkildə yaşın fərqini, bəli. Bax, o prinsipin üstündən xət çəkirsiniz belə. Bəli, bəli. Vaxtsız sevgi tək yaş məsələsi də var burada təbii ki. Anonslardan mən baxdım. baxdım. Bəli. Amma anidən gələn bir sevgi. Misal üçün, ilk seriyalardan artıq efirdədir görürük. Murad İsmayıl'la Röya Rüstəmova'nın oynadığı obrazlardan gedir söhbət ki. Məsələn, Murad İsmayıl'ın oynadığı obraz öz bacısı ilə, Fidan xanımla gəlirlər şəhərdə. Orada bir böyük bir villaya, necə olur ailələrdə, məsələn, yayda bağ evində olurlar, qışda şəhər evinə qayıdırlar və onlar, belə deyək, geri qayıdarkən ailə öz, belə deyək də, ailə başçısını itirir, yəni xanımı itirir. Elə bir əsas xarakterlərimizdən Xumar xanım oynayır. O, anası vəfat eləyir və ailə elə olur ki, elə əmin yerdə qalmalı olur, qızın istəyi ilə. Çünki burada bir duyğu var, deyir, mənim anam son nəfəsini bu otaqda verib, mən qayıda bilmərəm, deyir, burada qalacam. Anasına sədaqətindən gedir. Və burada, dediyim kimi, Murad İsmayıl'ın oynadığı obraz evə əslində baxmalı idi və artıq ailə də ona söz verib deyə. Onlar da orada qalası olur, o bir ailə də orada qalası olur və bu iki ailənin arasında, belə deyək, indi Qurban müəllim, dəyərli xalq artistimiz və Həmidə xanımın oynadığı obrazlardan, belə deyək, Həmidə xanımın qızını oynayan obraz Röya Rüstəmova'ya artıq aralarında vaxtsız bir sevgi yaşanmağa başlayır. Onlar bir-birlərini sevməyə başlayırlar, artıq geri dönüşü yoxdur. Artıq bu olayları biləndə ana necə reaksiya verəcək, ailə başçısı Səxavət necə verəcək və bura görə Mətanət xanımın obrazı çox rəngarəngdir. Evdə bütün qalmaqallar ondan çıxacaq, evdəki bütün hər şeyi idarə eləmək istəyir, hər şeyə sahib olmaq istəyir. Mətanət xanım kimdir orada? Ata Kişiyeva Sədaqət obrazını oynayır və o, belə deyək,
Yox, obraz olaraq kimdir orada? Obraz olaraq O ailələr toplumunda kimdir? Vəfat edən xanımdan bəhs elədim. O Qurban müəllimin həyat yoldaşını oynayan vəfat edir ilk bölümün sonunda. Belə bir vəsiyyət qoyur ki, öz bacısına, deyir ki, sən mənim yoldaşımdan formal olaraq evlən, mənim qızımı ögey ana istəmirəm. Onsuz da kimlənsə evlənəcəksə Səxavət, Qurban müəllimin obrazı və o bir vəsiyyət yazıb verir öz yaxın rəfiqəsinə və yaxın rəfiqəsi də bu gedir xəttata dəyişdirtdirir. Yəni bu bacısı ilə evlənməli sırada rəfiqə deyir ki, onun vəsiyyəti bu idi ki, mənimlə evlənəsən. Yəni Mətanət xanım da o obrazı oynayır ki, vəsiyyəti dəyişdirir. Artıq buradan başlayır onun kimliyi. Bəli, konflikt buradan başlayır. Yəni elə vaxtsız, gərəksiz bir evlənmə baş verir və bir müddətdən sonra bunun mübarizəsi gedir və digər artıq vaxtsız sevgilər çıxmağa başlayır. Bayaq dediyimiz kimi yaş məsələsi. Ümumən yəni belə deyək, yaxşı gedir və tamaşaçılardan da artıq müəyyən belə deyək, cavablar almağa başlamışıq ki, maraqlıdır. Vəlih bəy, bir aktyoru o rolun içinə salmaq üçün, o rolu mənimsəyib, onu həzm etdirmək üçün hansı metoddan istifadə edirsiniz? Müzakirə, inandırmaq. Çünki nəyə görə deyirəm, rejissor bəzən bu dünyada da baş verən hadisədir. Rejissor çalışır ki, özü oynasın, ona göstərsin də. Əgər onu oynaya bilsə, mən elə aktyor olaram da və yaxud digər rejissor aktyor olar da. Bu onun sənətidir, bu mənim sənətimdir. Mənim metodum bu cürdür ki, mən oyuna müzakirə aparıram, onun mənə təklif elədiyi oyunların içindən ən yaxşısını seçib verirəm və onun inanması lazımdır bu. Və mənim düşündüyümə görə, yəni müzakirə əsasında müəyyən edirik və ona kiməsə, misal üçün deyək, bir aya bu xarakteri otuzdururuq, kiməsə bir həftəyə, kiməsə 5 günə. Çünki onlar obrazlarının keçmişini və gələcəyini bilmirlər. Biz bunu ssenaristlərlə müəyyən edirik. Yeri gəlmişkən, Valih bəy, bugün sual verən tərəf təkcə mən deyiləm. Aha. Hə, bax. Ekstremal vəziyyətləri sevirsiniz də siz rejissorlar. Nə bilim, biz planlı şəkildə sevirik, amma ki, bəzən düşdüyümüz şəraitə görə dəyişə bilirik. Yəni, siz məncə improvizələrə hazırsınız. Ümumiyyətlə, bax, o məşhur Hicran tamaşasında ki, hər zaman qeyd olunur ki, orada tamaşa başdan ayağa qədər improvizə üzərində qurulub. Olurmu ki, o prosesdə, o çəkiliş vaxtı improvizələr, yəni həmən zaten aktyor özünü mənimsəyir, bilir ki, bu burada kimdir və həmən orada improvizələr olur və o improvizələr qəbul olunandır? Əlbəttə, mən improvizəyə qarşı olmamışam, yetər ki, var olan çərçivədə. Biz ssenaridə, indi mən terminlə danışmağı çox xoşlamıram, terminologiya ilə danışmağı, amma ssenaridə belə bir termin var, treatment deyilən bir şey var. Yəni, səhnəni izah edən bir cümlə, hər səhnəni izah edən bir cümlə, bu səhnə nəyi ifadə edir? Yəni, o treatmentın o birini 100 variantda dialoq yazmaq olar, 100 variantda, 150 variantda. Yetər ki, o treatmentdan çıxılmasın, o səhnənin məqsədindən çıxılmasın. Ona siz bir cür reaksiya verərsiniz. Aktyor var ki, bir cümləni bir baxışı ilə verir. Ora artıq cümlə yükləməyə ehtiyac yoxdur. Və yaxud da aktyor var ki, onun baxışı kifayət eləmir, 5 dənə cümləyə ehtiyac olur, yerindəcə. Və o, bəzən cümlə olur ki, bizim ssenaristlər sağ olsunlar, uzun illərdir bərabər çalışırıq, çox gözəl də ssenarilər yazırlar. Amma bəzən görürsən ki, müəyyən cümlə var ki, aktyorun dilinə yatmır. Artıq onu dəyişib yerindəcə müəyyən improvizələr eləməyə. Yeri gəlmişkən, elə bunu sürpriz eləməyəcəm. Həmidə xanımın da sizə sualı var. Özdə bir yox, 2 dənə sualı var. Burada sual verən tərəf mən deyiləm. Burada sizə sual verənlər var. Bax, sizin öz aktyorlarınız, öz komandanızın sizə sualları var. Nə gözəl. Buradaca verəcəyik. Çox gözəl. Buyurun. Sənin pərəstiş elədiyin xarici rejissor. Ən çox sevdiyin film. Valih, əgər sənə 1 milyon pul versəydilər, hansı mövzuda, hansı janrda film çəkərdin? Hə, Valih müəllim, indi cavablandırın, görün nə edərdiniz? Açığı, yəni, sürpriz oldu mənim üçün. Mənim setimdə... Biz sizin setinizdə daxil olub, sizin setinizdə çəkiliş edən insanlarıq biz. Bəli, bu böyük bir bacarıqdır. Həqiqətən məlumatım yox idi, amma xoş sürpriz oldu. 1 milyonum olsa, açığını desəm, mən bir çox rejissorlarda da görmüşəm. Həyati filmlər çəkmək istəyirəm həmişə. Təbii ki, bir iki dəfə mən macəra filmlərdə çəkmək istəyirəm gələcəkdə. Amma elə yeri düşmüşkən, elə dünyada da yəni iş görən filmlər həyati filmlərdir.
Mən düşünürəm ki, bir dənə maraqlı, çox maraqlı, çox böyük Həyati büdcəli. filmlərdə psixoloji janrı nəzərdə Bəli, tutursunuz. psixoloji janrda bir Həyat hekayələri. Bəli, həyat hekayələri. Ümumiyyətlə son zamanlar həyat hekayələri çox ciddi şəkildə rezonans yaradır. Bu psixoloji durumlar onun göstəricisidir ki, insanlar artıq bilirsiniz düşünmək istəyirlər. Artıq onlar öz yaşantılarından çıxarış edib bir kamilliyə doğru ucalmaq istəyirlər. Bu çox gözəl haldır. 5 il bundan əvvəl komik janrlar daha çox tuturdu. Hətta qonşu ölkədə seriallardan baxanda görürdün ki, komik janrda filmlər, seriallar. Amma bu gün istər Netflix-də, istər digər kanallarda ancaq psixoloji dramlar uğur qazanır. Açığın desəm, mənim arzularımdan biri bizim ziyalılarımız vaxtilə repressiya qurbanları olublar da. Çox böyük arzum var. Hətta həyat hekayələrini araşdırdığım bir çox insanlar var ki, dahi şəxsiyyətlər var ki, ən böyük arzularımdan biri odur ki, onlar haqqında film çəkim. Gizlin bir şey deyil. Mən Nizami Gəncəvi şəxsiyyətinə, Nizami Gəncəvi necə deyim, elə Nizami Gəncəvi özü nəhənglik deməkdir. Nizami Gəncəvi haqqında mən çox böyük bir layihə, hətta 3-4 dəfə mən tarixçilərlə də bu mövzuda söhbət eləmişəm, görüşlər təşkilləmişik, özüm də araşdırmalar eləmişəm, bir çox kitablar oxumuşam və motiv artıq beynimdə var. Amma bunun üçün çox böyük maddiyyata ehtiyac var. Demək ki, 1 milyonunuz olsaydı konkretləşdirək. Çünki kainata enerjini göndərəndə konkret olmaq lazımdır. 1 milyon pul olsaydı Həmidə xanım Valeh müəllim Nizami Gəncəvi haqqında gözəl bir psixoloji dram çəkərdi. Bəli, özü də Həmidə xanım özü Nizami Gəncəvi filmində çəkilib də. Vaxtilə çəkilib gənc vaxtında. Bəli, çəkilibdir. Necə üst-üstə düşdüsə söhbət. Keçək digər suala. Dünyaca məşhur rejissor. Mən bir çox rejissorlara hörmətim var. Misal üçün, mən elə üst-üstə düşür bütün mövzular nə gözəl. Mən bir həmişə məqsədim var. Məsələn, biz bu günə qədər 3000-dən çox seriya yazmışıq. Bir 10 dənə, 15 dənə filmdə iştirakım olubdu. Amma heç bir əsərimdə intihar hadisəsi olmayıb. Bunu mən qəsdən də həmişə diqqət edirəm ki, insan həyatı mənim üçün çox önəmli bir şeydir. Və inanın ki, bu mənim təbiətimdən gəlib. Və mən bir müddətdən sonra artıq Türkiyədə olanda mən bir kitab aldım. Akira Kurosawa var, Yapon sinemasının nəhənglərindəndir və dünya sinemasının nəhənglərindəndir. Və mən onun həyatı haqqında oxuyanda gördüm ki, onun da elə bir prinsipi var imiş. Yəni ki, onun da sinemasında, onun da filmlərində sən demə intihar hadisəsi olmazmış. Çünki siz imanlı insanlarsınız. Allaha imana pənah gətirənlər hər zaman onlarını təslimiyyətdə olurlar. İntihar isə ona qarşı çıxmaqdır, üsyandır, qərarı özün verə biləcəyin bir tərəfdir. O prinsipial olaraq düşüncələrinizə ziddir. Odur səbəb. Yeri gəlmişkən, bax, bizim də bu Hacı Seylon çaylarının, Tay Qastorun bütün kollektivi Xaç atasını ümumiyyətlə çox təqdir eləyir, sevdiyi obrazlardan biridir və yeri gəlmişkən orada iştirak edən Bəhram Bağırzadə və çəkiliş qrupasının, eyni zamanda o sifarişçinin hər birinin sevdiyi film obrazlarıdır ki, bu da orada öz əksini tapır. Əziz tamaşaçılarımız, qısa bir araya keçirik, yenidən buradayıq. Valeh bilmir, amma Valehə çox bizim başqa sürprizlərimiz də var. Qısa aradan sonra buradayıq. Özünüz haqqında film çəkmək bir şansınız olsaydı, adını nə qoyardınız? O qədər hekayələr var həyatımda, o qədər də, yəni də düşünün. Bugün bizim üçün kiçik görünən, sabah ümumiyyətlə əhəmiyyətsiz və yaxud daha böyük görünə bilər. Nə olsun Valeh Əhmədov bu günü yaşayıb, yox, amma bu gün çox təsirlidir. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Xəzərin sahilindəyik və bugün Space televiziyasında biz Space-də yenicə artıq sizinlə görüşə gələn bir serialdan danışacağıq. Baxtsız sevgi. Daha doğrusu danışırıq. Və o filmin ssenaristi, o filmin rejissoru Valeh Əhmədov bizimlədir. Və elə biz tamaşaçılarımıza hər zaman maraqlıdır axı aktyorlar. Orada aktyorlar görəsən həyatda necə görünür. Hətta bir dəfə Həmidə Ömərova bir müsahibələrində demişdi ki, ata ocağındakı kasıb bir qadını xarakterizə eləyir, göstərir. Deyir, taksiyə minəndə deyiblər ki, ödəniş eləmək istəyində, deyib ki, yox, imkanın yoxdur, qoy qalsın. O
qədər ki, tamaşaçı artıq obraza inanır, deyir ki, imkanın yoxdur, qoy qalsın. Valeh bəy, sürprizlərimiz davam eləyir. Zaman itirmədən sizə daha bir sizin tərəfdaşınız, illərdir bərabər yol gəldiyiniz və çox gözəl tapıntı etdiyiniz, ümumiyyətlə aktyorlar üçün də sportivnaya şəxsiyyət deyilən, yəni o idman uğuru, bir şans məsələsi də böyük rol oynayır. İndi çox gözəl aktyorlarımız var, amma o aktyorlar istifadə olunmur. İstifadə olunması üçün platforma yoxdur və onlar yaradıcılıqsızlıqdan onlar xəstələnirlər, məhv olurlar, istifadə olunmurlar. Bax, indi sizi kimi rejissorlar, gənc rejissorlar, serial çəkənlər, komediya janrında çəkən digər həmkarlarımız, onlar bax bu yaşlı aktyorlardan istifadə edib çox gözəl şəkildə həm gənclərə bir örnək olur, həm də ki onların o formalarından, onların o vizual, estetik nüanslarından istifadə etmək. Bu çox vacibdir və lazımdır. Bəzən deyirlər 65 yaşdan sonra aktyorları təqaüdə buraxmaq absurddur, yəni bu. Yəni o insanın qırışları bizə lazımdır. O insanın əsası əlində gəzə bilməməsi bizə lazımdır. Yəni ki, bu mümkün deyil. Hər halda Qurban İsmayılov sizə sual ünvanlayıb və sizə fikir bildirir. Belə, bax, setinizdə biz qan eləyirik. İkinci əməliyyat eləmişsiniz, mənim xəbərim olmadı. Dinləyək. Vali, sənin və rəhbər olduğun qələm qrupunun yazdığı bir çox seriallar həmişə reyting verib, yüksək reytingli seriallar oldular. Aramızda qalsın, qaynana, bir ailəm var, imtahan, ata ocağı. Deyə bilər misən, bunun sirri nədədir? Çox sağ olun, Qurban. Biz Qurban əmi deyirik. Yəni, Qurban əmimizdir bizim, yəni həqiqətən. Sağ olsun, bizim ssenaristlər haqqında gözəl fikirlər söylədi. Yəni, qələm qrupu 30-35 nəqdə ssenarist o komandada çalışıbdır. Uğurun səbəbi işləməyi, araşdırmaq, tənbəl olmamaq. Mən belə fikirləşirəm və var olan hər kəsin bir hekayəsi var. Baxın, o deyir, reytinqə səbəb olan əsas məqam nədir? Ki, bunların hamısı uğurludur və reytinq verir və tamaşaçı. Əslində biz Qurban müəllim bu mövzuda danışdıq. Danışdıq. Ki, səbəb nədir? Xalqdan biri olmağı bacarmaq, xalqın nəbzini tutmaq. Bilirsiniz, bəzən həmkarlarımdır, demək istəmirəm, amma demək məcburiyyətinə qalırıq. Bəzən bəzi aparıcılar özlərini daha cool, daha İngilis ləhcəsində danışan, daha xarici səyahətlərindən danışan və sair kimi göstərirlər. Sanki onlar bir-iki mərhələ daha üstdədirlər. Və o nə deməkdir? Heç bir şey. Ancaq özünü göstərməkdən ibarət. Yəni, nə deməkdir? Sizin uğur nöqtəniz xalqdan biri olmaq, xalqın yaşantısını orada əks etdirmək. Hamı ora görəndə özünü görsün. Bəli, düşünürəm budur. Və biz ilk serialımız bizim aramızda qalsınla başlamışdı bu ölkədə və doğrudan da çox böyük bir boom olmuşdu. Və biz o serialın telif haqlarını Çocuklar Duymasından almışdıq. Onda o zaman Mint Production idi, orada Birol Güvəndi. Hansı ki, indi Türkiyədə, Türkiyə sinemasının rəhbəri daha hazırda o insan. Və biz elə bu yaxınlarda İzmirdə elə oradayıq. Orada Birol bəy deyir ki, mən deyir ki, savadlı, qeyri, elə bir insan deyir. Mən deyir, insan uzmanıyam deyir, insan araşdırıcısıyam da güclüdür. Deyir, başqa deyir, heç bir xüsusi özəlliyim yoxdur. Bizim də dostların, yəni düşünürəm ki, elə ən əsas özəlliyi ondan ibarət ki, bizim ssenaristlərin insanları düzgün analiz edirlər və baxın, dost məclislərinə, bir dostlarınızı özünüz yadınıza salın, hansının söhbəti sizə daha çox maraqlıdır, sizin ürəyinizdən xəbər verən bir dostun və hər dəfə çalışırsınız ki, o dostun yanında olasınız, o elə söhbət eləsin. Baxın, bizim ssenari müəllifləri bu söhbəti maraqlı tapırlar. Yəni, hər kəsin bir hekayəsi var, hər kəs bir şey çəkə bilər, hər kəs bir şey göstərə bilər. Amma bu göstərdiyimiz şey tamaşaçıya nə qədər maraqlıdır. Bəli. Bunun üstündə xüsusi işləyirlər bu dostlarımız, xüsusi ya. Yəni, elə hər, misal üçün, üzr istəyirəm, boşanmaq, evlənmək, ata-ana münasibəti seçirlər ən öndə olan, ən maraqlısı hansıdır və biz bunun üzərindən nə qədər gözəl mesaj verə bilərik. Bu iki
şeyin Hətta sizə üzərində. haşiyə çıxım, ssenaristlərinizdən biri ilə salamlayıram buradan hər birini. Bütün qızlar çox dəyərlidir. Özüm üçün müəyyən suallar yarananda, özümün öz qərarım, öz kənardan təhlilim üçün hər hansı bir sualım yarananda mən könüllə müraciət edirəm. Çünki onun təhlil qabiliyyəti, onun yanaşma prinsipi məni qane edəcək. Çünki o daha üst qatda dayanıb o aşağı mənzərəni görə bilməyi bacaran biridir və o da komanda işidir hər halda. Bəli. Bütün o sizin seçiminiz çox uğurludur. Çox sağ olun. Komandanızdan daha biri də var. Yox canım, adı var. İndi göstərək daha birini. Göstərək. Hər kəsi salamlayıram. Valid bəy haqqında mən nə deyə bilərəm? Yalnız xoş sözlər deyə bilərəm. Valid bəylə biz 2011-ci ildən tanışıq. İlk serialımız Qaynana serialı olub. Sonra Həyat Sənə Qəribəsən serialı və Həyat Sənə Qəribəsən serialı mənə doğrudan da çox böyük uğur qazandırıb. Mən çox şadam ki, mənim ilk serialımın ssenaristi də Valid bəy olub. Onun qələmi çox güclüdür, mən onun qələminə çox inanıram və onun yazdığı hər bir sözün öz bir qüvvəti var. Valid bəyə isə sualım odur ki, bu qədər iş görür, bu qədər enerji sərf edir. Bir gün, bir an olub belə oturub dedi ki, mən yoruldum. Hə, Valid bəy, Sağ olsun. müdürü təriflədi. Asiya utandırdı məni, sağ olsun. Təşəkkür edirəm. Asiya, yəni düzdür, mən heç vaxtı necə deyim, uğurla öyünüm. İnanın ki, o reytinqlər, zadlar da olanda həmişə bir dəfə paylaşam. O da şükranlığımı göstərmək üçün ki, bu iş, yəni reytinq artıq olduqca bu iş işləyəcək, industriya olacaq, insanlar evinə çörək aparacaq və biz istehsalatla məşğul olacağıq, aktyorlar üzə çıxacaq. İnanın ki, budur səbəbi. İndi bu deməkdə səbəbim nədən ibarətdir? Asiyada, yəni ki, Həyat Sənə Qəribəsən də çox böyük uğur qazandı həm özünə, həm də bizim komandaya və bilməm bilirsiniz ya yox, Həyat Sənə Qəribəsən Azərbaycanın gəlmiş, keçmiş ən reytinqli serialı olub. Yəni ki, rekord da, yəni 29, 27, 28 reytinq verirdi, yəni düşünün. Sharingi demirəm, amma reytinq verirdi və mən bu ilə dediyim kimi heç vaxt özümdən razılıq, nə belə bir şey, sadəcə söz yerinə düşdü deyə deyirəm. Asiyada o həyat rolunu çox möhtəşəm oynamışdı. 3 mövsüm biz yəni ki, reytinqlərdə də belə sənətdə də xeyli uğurlar qazandıq. Bu yorulmaq olur təbii ki, amma o fiziki yorğunluqdur, mənəvi yorğunluq deyil. Çox gözəl bir məqama toxundu Asiya ki, doğrudan da mən hərdən düşünürəm ki, yəni bu güc, bu qüvvə mənə, yəni ki, insan bunu bacarmaz da, qaldırmaz. Yəni yaradanımızın bizim üzərimizdə o nəzarəti olmasa, o enerjisi olmasa, o gücü olmasa, həqiqətən, yəni bəzən nə deməkdir, 2 saat yuxu yatmaq, 3 saat yuxu yatmaq, hər gün də, hər gün və bunu davam elətdirmək. Amma yəni həyatımdan, işlərimdən xoşbəxtəm, Allaha şükür və insanlara ki, bir şey, yaxşı şeylər çatdırmaq istəyirəm. Mən öz əsərlərimdən insanlara sevgini yaymaq istəyirəm. Valid bəy, özünüz haqqında film çəkmək bir şansınız olsaydı, adını nə qoyardınız? Adını nə qoyardım bilmirəm, amma inanırsınız o qədər hekayələr var həyatımda, o qədər də, yəni də düşünün. Yəni həddən artıq çox hekayə var. Belə bir janr istifadə olunmayıb məncə, kimsə öz həyatına olunub? Olub. Avtobiografik filmlər var. Məsəl üçün çoxdur. Hətta insanların daha çox bu bilirsiniz necə baş verir. Məsələn Fellini çəkib, bu yaxınlarda Cuarón, digər Meksikan rejissor var Cuarón. O da öz uşaqlığını yansıdacaq bir çox, yəni özü mərkəzdir, hekayənin mərkəzi özüdür və baş verən hadisələri yansıdır. Məsələn Fellinin Amarkordu var ki, öz uşaqlığını yansıdıb. Mənim də uşaqlığım əslində çox necə deyim, keşməkeşli keçir. Biz o 90-cı illəri yaşamışıq, çətin, amma eyni zamanda dostluğa sədaqətli, qonşuluğa sədaqətli, qohumluğa sədaqətli bir şərəfli bir dövr keçmişik. Yəni ona görə düşünürəm ki, mənim uşaqlığım, hətta bunu yansıdacaq bəzi şeylər də var, adı nədir, əsərlərimiz də var, yeni serial fikirlərimiz də var. Sadəcə böyük maliyyə tələb edir, zamanın gözləyirik. Adını bilmirəm nə qoyaram, amma həddən artıq çox
dramatik hadisələr, həddən artıq, çox və komik hadisələr də həmçinin. Və onları ssenarist olunca bilirsən də hansı hekayə, nə olsun Valeh Əhmədov bu günü yaşayıb, yox, amma bu gün çox təsirlidir. Bu gün ondan da təsirlidir, bu gün ondan da təsirlidir. Həm də bu gün yaşadığımız hər hansı bir hadisəyə bir müddətdən sonra dönüb baxanda biz ona sanki eyvandan baxırıqmış kimi daha aydın görürük. Bu gün bizim üçün kiçik görünən sabah ümumiyyətlə əhəmiyyətsiz və yaxud daha böyük görünə bilər. İnsanlıq halı, insan zaten hər yaşantısını, xüsusən də indiki dövrdə o qədər biz keşməkeşli, o qədər tərəddüdlü, o qədər xaotik bir durumda yaşayırıq ki, hər an nəyin nə olacağını və hər an hansı emosiyada olacağını bilmirsən. Yəni rutinimiz çox bizim qarışıqdır. Tamamilə doğrudur. Valeh bəy, biz sizə sonsuz təşəkkür edirik. Çox sağ olun. Ümid edirik ki, siz öz həyat hekayənizin qəhrəmanı olmağı bacarırsınız. Bir neçə suallar var ki, bu verilişdə ənənəvi olaraq hər zaman mənə maraqlı olur ki, görəsən o suala bu insan necə cavab verərdi və bəzilərinin cavabını bilirəm, bəzilərini soruşuram və siz hər zaman ənənəvi suallardan biri idi ki, öz həyat hekayənizin qəhrəmanı ola bilirsinizmi? Bəzən görürsən qarşı tərəf tərəddüd edir, amma siz zaten mərkəzdəsiz və qəhrəmansınız. Biz sizə uğurlar diləyirik, Spoiz televiziyasına uğurlar diləyirik, reyting verəcəyinə əminik və hər bir kəsin öz içində görmək istədiklərini görüb də və ondan dərs alacağına biz əminik. Çünki həyat da bir dərsdir və bizim missiyamız insanlara mesaj ötürməkdir və bu mesaj Allahın izni ilə və bizim öz ürəyimizin əmri ilə barışma mövqeyində olarsa gözəldir. Bax, siz də missioner olaraq bu işi yerinə yetirirsiniz. Uğurlar olsun sizə. Mən təşəkkür edirəm. Teleməkanda belə zövqlü, həqiqətən də proqramların olduğuna sevinirəm və siz kimi gözəl insanı da şəxsən tanıdığıma görə və bu verilişin aparıcısı olduğunuza görə də sizə təşəkkür edirəm. Estağfurullah, təşəkkür edirəm. Biz də özümüzə reyting arzulayırıq. İnşallah, inşallah. Ki, reyting olsun. Bax, belə əziz tamaşaçılarımız, sənət öz səmimiyyəti ilə keçərlidir, sənət öz sevgisi ilə keçərlidir, sənət öz varlığı ilə keçərlidir. Yetər ki, hər birimiz məhz öz səmimiyyətimizə, sevgimizə köklənək və yaşayaq, yaradaq və sonunda əlbəttə ki, şükranlığımızla Tanrının dərgahına üzü açıq, alnı açıq gedək. Görüşmək ümidi ilə Allah amanında.